Hər vaxtınız xeyirli olsun, dəyərli izləyicilərimiz. Deməli, diqqətlə baxsaq, belə bir aşkar operator sualın izahını vermiş olacağam. Qeyd edək ki, bu Dövlət İmtahan Mərkəzinin əvvəlki illərin sınağına düşmüş, magistr üzrə sınağa düşmüş sual formasıdır, yəni aşkar operatorlar. Deməli, diqqətlə baxsaq, burada 4 üçbucaq 2-ni birinci tapmaq lazımdır. Yəni, burada mötərizə bunları tapmaq lazımdır. Bir də 6 dairə 3 tapmaq lazımdır. 4 üçbucaq 2. Biz bilirik ki, bu üçbucaq bərabərdir bu üçbucağa. Yəni, sol tərəf sol tərəfə bərabərdir, sağ tərəfə bərabərdir. Yəni, bu 4-ü götürüb burada qoymursunuz yerinə. Bu A-nı 4-ə bərabər edirsiniz. B-ni bərabər edirsiniz 2-yə və yerinə bərabərliyin sağında burada əməlin yerində qoyursunuz. Yəni, düstur deyək də, buna əməl deyək. A-nın yerinə biz burada 4, B-nin yerinə 2 qoyuruq. 4-ün üstünə 3 vuraq, 2-ni gəldikdə 6 edir. Üstünə 4-ün üstünə 6 gələndə 10 edir. Yəni, 4 üçbucaq 2-nin qiyməti 10 edir. 6 dairə 3-ün qiyməti bəs. 6 dairə 3-ün qiymətini tapmaq üçün biz buradakı əməldən istifadə edirik. Buradakı operatordan istifadə etməliyik. A-nın qiyməti 6-ya bərabərdir. Sağ tərəfdəki B də sağ tərəfdəki 3-ə bərabər olmalıdır. B-nin də qiyməti təbii ki 3 olur. A 6-ya bərabərdir. B 3-ə bərabərdir. A-nın yerinə 6 qoyursunuz. B-nin yerinə 3 qoyursunuz. O zaman olur 6 üstə gələk 2 vur 3, yəni 6. 6-nın üstünə 6 gələndə 12 alırıq. 6 dairə 3-ün də qiyməti 12. İndi axırda nəyi tapmaq lazımdır? 10 kvadrat 12-ni tapmaq lazımdır. Təbii ki, burada 10 kvadrat 12. Bunu da tapmaq üçün təbii ki, haradan istifadə etmək lazımdır? Buradakı kvadratdan istifadə etmək lazımdır. A-nın qiyməti 10-a bərabərdir. B-nin qiyməti 12-yə bərabərdir. Burada əməlin yerində A-nın yerinə biz onu qoymalıyıq. Yəni 20 çıxılsın B-nin qiyməti. B də 12 olduğuna görə 20 çıxılsın 12. Yəni sualımızın doğru cavabını 8 tapmış oluruq.